Amma bəzən ayılar bu sirkdən qaça bilir, elə deyilmi? Və sirkdən qaçış Red Pill deyilən məfhumdan başlayır. Bu dəqiqə dünya mediasına, internetə hara baxsaz bu ifadə qarşınıza çıxacaq. Yaxşı, bəs nədir Red Pill? Əminəm ki, çoxunuz bilirsiniz. Amma içimizdə bilməyənlər üçün gəlin təkrar eləyək. Red Pill tərcümədə qırmızı həb, qırmızı dərman deməkdir. Bu anlayış Matrix filmindən götürülüb və mədəni siyasi mövzularda çox istifadə olunur. Əvvəldə dediyimiz filmin qəhrəmanı Neo matrisanın daxilində, yəni kompüter proqramının içində bir virtual dünyada yaşayır. Bir gün bu yalan dünyasına kənardan Morpheus adlı biri gəlir. Morpheus gələcəkdə Neonun müəllimi olacaq. Və Morpheus Neonu sanki oyatmaq üçün Matrixə gəlir və ona iki həb təklif edir. Blue Pill və Red Pill. Deyir ki, mavi həbi içsən, məni bir daha görməyəcəksən və həyatın olduğu kimi davam eləyəcək. Yox, qırmızı həbi içsən, həqiqəti biləcəksən və həyatın bir də heç vaxt əvvəlki kimi olmayacaq. Və bu filmin nəticəsində müasir politikada da Red Pill ifadəsi bir terminə çevrilir. Red Pill olmuş birisi daha televiziyanın, xəbərlərin, cəmiyyətin dediklərinə inanmır, sorğulayır. Blue Pill isə media, cəmiyyət nə verirsə onu həqiqət kimi qəbul edir.